Çayınızı, kofenizi götürün, gəlin avqust ayı ilə bağlı bir yerdə refleksiya edək. Birinci sual. Avqust ayında ən yaxşı etdiyin şey nə idi? Sevdiyim insanlarla sağollaşmaq, vaxt ayırmaq, görüşmək, qucaqlamaq, elədiyim hər şeyin dadını çıxarmaq. İkinci sual. Avqust ayında nəyi daha yaxşı eləyə bilərdim? Dərs oxumağa biraz daha çox vaxt ayıra bilərdim. Universitetdən mənə göndərilmiş kitabın hələ də 40%-də qalmışam və onu sentyabrın ortasına qədər 100-ə çatdırmalıyam. Üçüncü sual. Ən çox nəyi edərkən xoşbəxt hiss elədin? Nədən zövq aldın? Avqust ayında videolar editləməyə və sosial mediada daha aktiv paylaşımlar eləməyə başladım. Editləmə prosesinin özü çox yaradıcı prosesdir. Yəni səsləri seçirsən, yazacağın şeyləri seçirsən, bunu həqiqətən çox sevdim və sonda ortaya bir məhsul qoyursan, o mənə çox produktiv, məhsuldar hiss etdirir. Əməyimin bir əllə tutulan bir nəticəsinin olmağı. Dördüncü və son sual. Sənə ən çətin gələn şey nə idi? Ən çətin gələn şey işdən ayrılmaq idi. 2 il yarımdır çalışdığım iş yerindən, iş yoldaşlarımdan, komandamdan ayrılmaq, sağollaşmaq, işləri təhvil vermək ən çətin bu idi. Bonus olaraq bir sual da deyim. Avqust ayından nə öyrəndin? Bu dünyada ən önəmli şey sevgidir, ailədir, insanlardır, dostluqdur, icma hissidir, community və elədiyimiz hər şey sonda kimlənsə onu paylaşırıq, kimlənsə qeyd edirik, kiməsə danışırıq, kiməsə fayda veririk deyə bizi xoşbəxt eləyir. Ən azından mənim üçün belədir. Sentyabr ayının refleksiyasında görüşərik.